Salam, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Vaxtınız xeyir. Məhəmməd bəy, cənab prezident İlham Əliyev müşavirədə çox mühüm məqamlara toxundu. Xüsusən Azərbaycanın həmişə İrana qarşı humanist mövqe sərgilənməsi və nəticədə Azərbaycanın müxtəlif hücumlara məruz qalması. Burada həm İran səfirliyimizə hücumdan gedir, həm bu Naxçıvan məsələsindən gedir. Cənab prezidentin bu çıxışını siz necə şərh edə bilərsiniz? Təbii ki, Cənab Prezident Təhlükəsizlik Şurasının iclasına çox mühüm məqamlara toxundu və indiyədək bir çox məsələlərə də aydınlıq gətirdi. Məhz bizim səfirliyimizə qarşı terror hücumunda məhz İran dövləti tərəfindən həyata keçirildiyini, Azərbaycana qarşı hibrid və informasiya müharibəsinin indiyə kimi aparılmasını, amma buna baxmayaraq Azərbaycan daima İranla münasibətlərə önəm verdiyi, qonşuluq prinsiplərini yüksək tutduğunu, hətta həm keçən 12 günlük müharibədə və indi də İrana qarşı hər hansı bir hərəkətdə yer almayıb və bundan sonra da almayacaq mesajını da verdi. Amma təbii ki, İran dövlətinə də qarşı çox kəskin etirazını bildirdi. Çünki bu terror aktıdır və bu terror aktı ilk deyil. Bu dediyimiz kimi bizim səfirliyimizə də qarşı həyata keçirilib. Bu informasiya hibrid müstəvisində də bu terror aktları həyata keçirilib. Bir növ bu İranın mahiyyətidir. Yəni göründüyü kimi Azərbaycan nə qədər İrana qarşı dost və qonşuluq prinsiplərini əl uzatsa da, amma İran tərəfi daima fürsət düşdükcə Azərbaycana qarşı kirli qara kampaniya aparır və növbəti mərhələdə terror aktına əl atır. Mən hesab edirəm ki, İran tərəfi bundan mütləq şəkildə ciddi nəticə çıxarmalıdır. Hazırda təbii ki, İranda deyərdim ki, hakimiyyət tamamilə Sepahın İnqilab Söhüşçüləri qrupunun əlindədir. Nə Müdafiə Naziri, nə Prezident ölkəyə nəzarət edə bilmir. Orduya Müdafiə Naziri də nəzarət edə bilmir. Birbaşa Sepah nəzarət edir. Bilirsiniz ki, Sepahın da daima Azərbaycana qarşı münasibəti mənfi olub. Azərbaycana qarşı bütün terror aktlarının arxasında da məhz Sepah İslam İnqilabı Keşişçiləri korpusu dayanır və bunu da onlar həyata keçirib. Cənab Prezident mesajını verdi, dəmir yumruğu artıq İrana da göstərdi. Mən düşünürəm ki, Sepah bundan nəticə çıxarmalıdır və bilməlidir ki, Azərbaycana qarşı terror aktını bu kimi hücumu həyata keçirmək bir növ İran dövlətinin iflasına, elə Sepahın iflasına gətirib çıxardı. Yəni bu sıradan bir Təhlükəsizlik Şurasının iclası deyildi. Bu iclas Cənubi Qafqazda geosiyasi proseslərə yeni bir nizam verəcək. Bir növ İranın taleyi də, xüsusilə İran rejiminin taleyi də bu iclasdan asılı ola bilər. Ona görə də hesab edirəm ki, Sepahın rəhbərləri soyuq başla düşünməlidir və Azərbaycanı qəti şəkildə hədəf almamalıdırlar. Əgər bundan sonra da belə bir terror aktı həyata keçirəcəklərsə, təbii ki, Cənubi Azərbaycan barədə biz bir mənalı şəkildə mövqeyimizi ortaya qoyacağıq. Çünki Cənab Prezident də Cənubi Azərbaycandakı oradakı soydaşlarımızla bağlı müəyyən bir fikirlər də söylədi. Çünki Azərbaycan Respublikası məhz Cənubi Azərbaycanlılar üçün bir mayaqdır. Onların ümidi buradır. Təbii ki, Azərbaycan Respublikası və Cənab Prezident 40 milyona yaxın güneyli soydaşlarımızın taleyinə bicaydən qalmayacaq və elə deyərdim ki, bu Təhlükəsizlik Şurası bir növ Cənubi Azərbaycan üçün də həsr olunur. Çünki İran rejimi də daima orada bizim Azərbaycanlılarımızın buradakı Azərbaycanlara qarşı düşmən bir ideoloji müstəvidə kampaniya aparıb. Cənab Prezident də dedi. Yəni artıq İran rejimi, Sepah bu məsələlərə diqqət etməlidir. Deyərdim ki, 28 fevraldan əvvəl artıq İran olmayacaq. Da İran dövləti çökməkdədir. İran rejimi süquta uğrayacaq. Yəni göründüyü kimi onların apardığı 40 ildən artıq qonşuların düşmən siyasət onların fiyaskosuna gətirib çıxartdı. O səhv dron gedib Ermənistana düşərdi də, Qafana gedib düşərdi də, Mehdiyə. Niyə? Naxçıvandakı aeroporta və oradakı məktəbə hədəf alınır və Müdafiə Nazirliyimiz də elan etdi, koordinatlarla da təsbit olundu. Həmin 4 dron konkret olaraq
İran Silahlı Qüvvələri tərəfindən kodlaşdırılmış və Azərbaycana tərəf istiqamətlənir və hədəf də məhz Azərbaycan mülki infrastrukturu strateji obyekti olub. Və hesab edirəm ki, İran tərəfi təxribatlarına əl çəkməyəcək. Çünki Sepah ötən günlərdə də elan etdi ki, regionu biz xalqla sürükləyə bilərik. Yəni regional münaqişəyə çevrilə bilər və region ölkələrini əhatə edə bilər və onların infrastrukturunu da hədəf seçə bilər. Yəni göründüyü kimi İran tərəfi ona qarşı olmayan ölkələri də hədəf seçib. Bu günləri İrana qarşı Amerika Birləşmiş Ştatları hansı dövlətlərin ərazisini istifadə edir? Bilməli olaraq ərəb ölkələridir və təhlükə də oradandır. Bu günləri İranın şimal sərhədləri tamamilə təhlükəsizdir, həm Türkiyə tərəfindən, Azərbaycan tərəfindən. Amma Sepah bilərəkdən bu prosesi sabotaj edir və şimal sərhədlərin təhlükəsizliyini özü təhdid edir. Bir növ özünə düşmən qazandırır. Bu, düşünürəm ki, İran dövləti üçün müsbət perspektivlər vəd etmir. Bu, İranda rejimin çöküşünü daha da tezləşdirə bilər və Cənubi Azərbaycanlıları Təbrizi, Xoyu, Mərəndi ayıqlandıra bilər Tehran rejiminə qarşı. Bu günləri Tehran rejiminin müəyyən qədər duruş gətirməsində Güney Azərbaycanlıların da rolu mühümdür. Çünki onlar etirazlara qalxmır. Ərdəbildə, Təbrizdə, Mağarada, Urmiyada. Əgər İran rejimi Azərbaycan Respublikasına qarşı düşməncəsinə terror aktını davam etdirəcəksə, təbii ki, bizim də hüququmuz var ki, Ərdəbildə, Təbrizdə, Makuda, Urmiyada yaşayan soydaşlarımızı ayağa qalxsınlar və İran rejiminə son sözlərini desinlər. Bu terror rejiminə qarşı biz səbirli dayana bilmərik. Cənab Prezident də çox emosional şəkildə, çox birmənalı şəkildə İran dövlətinə də xəbərdarlıq etdi. Həqiqətən də İran dövlətinin həyata keçirdiyi bu siyasət şərəfsizlikdir, nankorluqdur və kişiliyə yaraşmayan hərəkətdir. Yəni, Cənab Prezident elan etdi, döyənləri onların səfirliyinə getdi, başsağlığı verdi. Hansı dövlət başçısı gedib elə bir səfirliyə gedib başsağlığı verib? Amma Azərbaycan bunu etdi. Amma onun nəticəsində İran dövləti Azərbaycana qarşı terror aktı həyata keçirdi. Yəni bu cavabsız qalmamalıdır. Mən hesab edirəm ki, Azərbaycan dövləti lazımi addımları atacaq və bizim düşünürəm ki, Tehrandakı səfirliyimiz və Təbrizdəki konsulluğumuzun da təhlükəsizliyini təmin etmək lazımdır. Təbii ki, bunu rəsmi hökumət bu məsələləri hesablayır və növbəti mərhələdə onların geri çağırılmasına da biz həyata keçirək. Çünki Sepah terror təşkilatıdır, paniraniz, şovinist və bizdə oradakı səfirliyimizə, konsulluqlarımıza, diplomatlarımıza zərər gətirə bilərlər. Yəni bunları da biz bilməliyik və düşünürəm ki, əgər eskalasiya daha da dərinləşsə İran daxilində, bizim diplomatlarımızın, səfirliyimizin əməkdaşlarının geri çağırılmasında həyata keçirməliyik. Bax, Cənab Prezident də bir məsələyə, bir nüansa da diqqət etdi. Bunu İran rejimi, Sepah bilməli idi. Livandakı İran diplomatları orada əsir qalıb. Azərbaycan Respublikasından xahiş etdilər ki, onların çıxarılması. Amma Azərbaycan yenə də kişi kimi davrandı. Yəni, bu günləri səhər olub, kişi kimi davrandı. Onların bəli, evokasiyasını həyata keçirmək. Amma nəticəsi nə oldu? Ona görə də bilirsiniz, mən İran siyasətinə heç vaxt inanmamışam. Yəni, İran diplomatiyada bir söz deyir, real praktikada bir söz deyir. Mən 2025-ci ildə İran rejiminin çöküşünü gözləyirdim. Amma müəyyən bir ertələndi. Çünki bu rejim dünyaya, region xalqlarına qarşı daima xaos, anarxiya, terror gətirir. Başa düşürük ki, Amerika Birləşmiş Ştatlarının İsrailin bir dövlətə qarşı təcavüzü beynəlxalq hüquqa ziddir. Amma İranın da etdikləri indiyə kimi zidd idi. Yəni, terrorçu ilə görünür, terrorçu dilində danışmaq lazımdır. Amma ancaq onlar bunu başa düşürlər. Məhəmməd bəy, Müdafiə Nazirliyinin açıqlamasında bir məqam diqqətimizi cəlb etdi. Söhbət burada ondan gedir ki, Azərbaycana qarşı 4 dron hücumu olub, biri zərərsizləşdirilib və ən təəssüf edici məqam ondan ibarətdir ki, dronlardan biri məktəbə istiqamətlənib. Lakin xoşbəxtlikdən dərs vaxtı olub məktəbdə. Xoşbəxtlikdən dron məktəbə yox, məktəbin yaxınlığına düşüb
Nəyə xatırladıq biz? Bir müddət müharibənin ilk günü İranda məktəbin vurulması. Yəni öz ölkəsində məktəb vurulur və bundan əziyyət çəkir İran və eyni hadisəni Azərbaycana qarşı dost, qonşu ölkə Azərbaycana qarşı törətməyə çalışır. Bilirsiniz, İrandakı həmin o qızlar məktəbinə həyata keçirilən hücum və orada 100-dən çox uşağın ölməsi təbii ki, bizim Azərbaycan sosial segmentində də çox kədərlə qarşılandı. Hamımız hiddətləndi. Çünki uşaqlar müharibənin qurbanı olmamalıdır, cinayətin qurbanı olmamalıdır. Amma İranın səfirinin sözçüsü getdi, həmin məktəbdə mətbuat konfransı apardı və bu dünyaya yayıldı. Buna biz də qətiyyətlə pisləyirdik. Amma üstündən 3-4 gün keçməmək gördük ki, İran elə bu gün səhər bizim Naxçıvandakı orta məktəbi hədəf alıb. Yəni, göründüyü kimi terror təşkilatlarının, Sepahın heç bir qırmızı xətti yoxdur. Terrorçuların ancaq hədəfi uşaq demək, qoca deməmək, hamısını vurub məhv etməkdən ibarətdir. Yəni onlar bir ölkəni düşmən görülürsə, onun qocasını da, uşağını da məhv etmək, humanitar obyektlərini, xəstəxanalarını da vurmağı onlar üçün heç bir problem deyil. Yəni Sepah məhz bilərəkdən məktəbi hədəf seçib. Şükür Allaha ki, həmin dron, kamikaze dron kənara düşüb faciə yaşanmadı və İran tərəfinin nə qədər əxlaqsız, nə qədər terrorçu təfəkkürdə olduğunun göstəricisi. Bu bir daha nümayiş etdirdi ki, İran dövləti birbaşa terror dövlətidir, o rejim çökməlidir, onun Azərbaycan uşaq məktəbini hədəfə alması konkret olaraq onların Azərbaycanın gəncliyini, Azərbaycanın milli identikliyini hədəf almasıdır. Bu etnik düşmənçiliyin paniranist, şovinist siyasətin tərkib hissəsidir. Yəni bunlar düşmənçiliyi bir çox müstəvidə Azərbaycana həyata keçirirlər. Məhz orta məktəbin də hədəf alınması ənənəvi türk düşmənçiliyinin, etnik düşmənçiliyinin təzahürüdür. Çox sağ olun Məhəmməd bəy, efirimizə gəlib Mən təşəkkür fikirlərinizi edirəm. sizə təşəkkür edirik.